7 iyun 2026 blok imtahanı. Riyaziyyat fənnindən sualların izahına baxaq. Birinci sualda verilib ki, B-nin həndəs silsiləsində B n üstə gəl 10 vurulsun, B n üstə gəl 11 vurulsun, B n üstə gəl 12 bərabərdir 64 vurulsun 3 üstü n olarsa, B13-ü tapın. Əvvəlcə baxaq. Birinci verilən ədəd B n üstə gəl 11-in qonşuları verilib 10 və 12. Bilirik həndəs silsilədə n üstə gəl 11-in qonşuları, yəni n üstə gəl 10-la n üstə gəl 12-nin hasili ortadakı ədədin kvadratına bərabərdir. Yəni belə yazarıq. B n üstə gəl 10 vurulsun, B n üstə gəl 12 bərabərdir B n üstə gəl 11-in kvadratına. Onda gəlin əvəz edək, yerinə qoyaq. Deməli, B n üstə gəl 10-la B n üstə gəl 12-nin hasilinin yerinə B n üstə gəlsin 11-in kvadratı yazaram. Vurulsun. Ortadakı B n üstə gəlsin 11 bərabərdir. Verilib ki, 64 vurulsun 3 üstə n. Eyni ədədin kvadratını vuracam özünə. B n üstə gəl 11-in kubu yaranır, bərabərdir. 64-ü də onda hər hansısa bir ədədin kubu şəklində göstərək. 64 bilirəm 4-ün kubudur. Vurulsun. 3 üstü bizə verilib 3n. 3 üstü 3n-də 3 üstü n-in kubu kimi yaza bilərəm. Bunları gəlin birləşdirək, mötərizə alaq. 4 vurulsun 3 üstü n-in mötərizə kubu yazaram. Bərabərdir. B n üstə gəl 11-in kubuna. Bizdən də kubları ataram da hər iki tərəfdən. Bizə də yazarıq B n üstə gəl 11 bərabər 4 vurulsun 3 üstü n-ə bərabərdir. İndi bizdən B13-ü istəyir. Artıq yerinə qoyub rahat tapmaq olar. Yazaram B13 bərabərdir. 13-ü tapmaq üçün n-in yerinə, yəni fikirləşirəm neçə qoyum ki, n üstə nə gəlim ki? N-in yerinə neçə qoyum ki, üzərinə 11 gəlsəm 13 alaram. Deməli, n 2 olmalıdır ki, B13-ü yarada bilim. Deməli, yerinə qoysam 4 vurulsun 3 üstü, n-in yerinə dedim, 2 qoymalıyam. Yazıram 2, bərabərdir. 4 vurulsun 3-ün kvadratı 9, bərabərdir 36-ya. Deməli, B13-ün qiyməti olacaq 36, yəni B variantı. Gəldik ikinci suala. A-nın hansı qiymətində ax kvadrat üstə gəlsin, a çıxı 2x çıxılsın 2,125 kvadrat düzəldilsin. Həmişə mənfi qiymət alarım. Biz bilirik ki, kvadrat tənliklər həmişə mənfi qiymət alar deyirsə, x oxundan aşağıda yerləşməlidir və y oxunun mənfilərinə uyğun gəlməlidir. Deməli, bunun üçün şərt nədir? Bu ifadədə kvadrat parabolanın qolları aşağı olmalıdır. Yəni, a kiçikdir 0 olmalıdır. Həmçinin diskriminant kiçik 0 olmalıdır. Nə üçün? Çünki diskriminant kiçik 0 olmaq o deməkdir ki, qolları aşağıdır və x oxuna dəymir. Kökü yoxdur ki, x oxuna dəymir, toxunmur və onu kəsmir. Yəni, x oxundan aşağıda yerləşir. Deməli, bildik ki, diskriminantım kiçik 0 olmalıdır və qolları aşağı olmalıdır. Onda başlayaq diskriminantını müəyyənləşdirək. Diskriminantın düsturu bilirik ki, B kvadratı çıxılsın 4ac tətbiq edək. B-miz olacaq burada a çıx 2. Onda yazaram a çıx 2-nin mötərizə kvadratı çıxılsın 4ac. 4 vurulsun a-mız elə a-dır. C-miz isə sərbəst hədd -2,25. Kiçikdir 0 eləyib həll eləməliyik. Sadələşdirək, birinci müxtəsərini açaram. Yazaram a kvadrat çıxılsın 2 vur 2 4a üstə gəlsin 4 çıxılsın. Mənfi o da mənfi müsbət. 4-ü 2,125-ə vuram 9a kiçikdir 0-dan. A kvadratı mənfi 4a-nın üstə gəl 9a-nı toplayaram. Üstə gəlsin 5a üstə gəl 4 kiçikdir 0-dan. Viet teoremlə həll eləyək. Elə ədədlər seçməliyəm ki, hasili 4-ə bərabər olsun. Cəmi mənfi 5-ə. Birinci fikirləşirəm ki, mənfi 4 ilə mənfi 1 yazaram. Nəyə görə? Çünki hasili həqiqətən də bizə müsbət 4-ü verir. Cəmi də elə mənfi 5-i verir. Deməli, köklərini tapdıq. Yazaram onda a üstə gəl 4 və a üstə gəlsin 1. Kiçikdir 0. İnterval çəkirəm. Mənfi 4 və mənfi 1 qiymətlərini qeyd edirəm. Mənfi 1-dən böyük qiymət verirəm. İstənilən qiymət verəndə baxıram ki, müsbət, müsbət, müsbət ödəyir. Ardıcıl düzürəm, müsbət, mənfi, müsbət. Bizə mənfiləri istəyir. Deməli, mənfi 4, mənfi 1 aralığını götürməliyəm. Və bizdə də həmçinin demişdik, a kiçik 0 olmalıdır, qolları aşağı olmalıdır. Onsuz da bu aralığımız elə mənfi qiymətlər olduğu üçün üst-üstə düşür. Yəni, cavab olacaq mənfi 4, mənfi 1 aralığı A bəndi. Keçək 3-cü məsələyə. Deməli, deyir ki, yük avtomobili A məntəqəsindəki ambardan götürdüyü malları ABCD düzbucaqlısının perimetri üzrə hərəkət edir. Gəlin baxaq.
Əvvəlcə yəni A anbarından çıxır, A-dan B-yə, B-dən C-yə, C-dən D-yə, D-dən A-ya təzədən qayıdır. Bəs deyir ki, BCD məntəqələrinə paylayıb ambara qayıdandan sonra cəmi 420 kilometr yol qət etdi. Yəni bu demək istəyir ki, bu düzbucaqlının perimetri boyunca hərəkət edib və perimetr 420 kilometrdir. Sonra deyir ki, AB məsafəsinin BC məsafəsinin nisbəti 3-ün 4-dədir. Yəni AB-yə 3K yazaram, BC-yə 4K yazaram. Avtomobil hər məntəqədə yükünün bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədərki yolu əvvəlkindən 15 km/s çox sürətlə getdi. Yəni əgər bu A-dan B-yə qədər yol qət eləyəndə sürəti V idisə, B-dən C-yə yol qət eləyəndə sürəti artıq V üstəgəl 15 olacaq. Sürətini 15 artırır. Növbəti C-dən D bir dənə də 15 artırır. Yəni olacaq V üstəgəlsin 30. Növbəti 15 də artıracağam, V üstəgəlsin 45 olacaq. Avtomobil B-dən C 2 saata yol qət edib. Deməli, B-dən C zamanı verib ki, bizə 2 saat yol qət edib. Sürəti vururam 2-yə, bərabər eləyəcəm məsafəyə, S hələ ki bilmirik. Və D məntəqəsindən A-ya nə qədər vaxtda getmişdir, bizdən bunu istəyir. Əvvəlcə gəlin baxaq. Perimetri verib baxıb bizə 420-dir. Perimetri taparam. Yazaram 3K üstə gəlsin 4K. Düzbucaqlının perimetri N uzunluğunu toplayıb vuracam 2-yə. Bərabərləşdirərəm 420-yə, P-yə. Deməli, hesablayaram, olacaq 14K, 7 vur 2, 14K bərabər 420-yə. K da bərabər 420, 14-ə böləndə 3 dəfə, yəni 30 eləyəcək. K-mız oldu 30. K 30-dursa, gətirib yerinə qoyacam. 3-ü vuracam əvvəlcə 30-a, eləyəcək 90 bura. 4-ü vuracam 30-a, 120 bura. Məsafəm oldu 120. Deməli, indi yerinə qoyaq. Biz də bilirik ki, 2 saata qət edib B-dən C məsafəni. Yəni, V üstəgəl 15-i vuracam 2-yə, bərabər eləyəcəm. Məsafəni tapdıq 120-yə. 120-dən 2-ni ixtisar aparım 60. V üstəgəl 15 bərabərdir 60-a. V də bərabərdir. Deməli, yazaram 60-dan 15 çıxanda 45-ə. V-ni tapdıq 45. V-ni 45 tapandan sonra bizdən D-dən A-ya qədər olan məsafəni istəyir. V-ni yerinə gətirib 45 qoyacam. Olacaq 45 üstəgəl 45 bərabərdir 90. Deməli, sürəti tapdıq ki, AD məsafəmiz AD məsafəni 90 km sürətlə gedib. Sürətim 90-dırsa, bizə amma vaxtı istəyir. Məsafə də nə qədərdir? Məsafə 120-dir, axı düzbucağın qarşı tərəfləri eynidir. Məsafəm 120-dir. Onda belə yazaram. Sürətim var 90. Zaman bilmirəm T-dir. Bərabər 120 km yol qət edib. T də bərabər 120-ni bölərəm 90-a. Sıfırlarım getdi. İxtisar aparsam 3-ə bölsəm 4 bölünsün 3 eləyəcək. Zamanı tapdıq 4/3. Amma biz tapdığımız saatlandır. Cavabı isə bizdən dəqiqə ilə verib. Deməli, 1 saat 60 dəqiqədirsə vuracam 60-a. 60-ı 3-ə ixtisar aparacam. 20 vurulsun 4, 80 dəqiqə. Demək ki, cavab olur D variantı 80 dəqiqə. Davamını növbəti izahda verəcəm.